Salam əziz tələbələr, mən məntiq müəllimi Qocayeva Aygün. Bu videoda sizə magistrların birinci cəhd imtahanına bir həftə qalmış keçirilən ümumi sınaq imtahanı 4-ün məntiq suallarını izah edəcəm. Başlayaq 46-cı sualdan. 46-cı sualda bizə verilir. Aşağıda təqdim edilmiş məlumatlar əsasında 10 hərfin müxtəlif rəqəmlərə uyğun olduğunu bilərək D hərfini tapın. Görürsünüz ki, bizə sualda 3 dənə riyazi ifadə verilir. Verilən riyazi ifadələrdən başlanğıc üçün ən əlverişli olanı üçüncü ifadədir. Y kvadratı bərabərdir AC. Bu ifadədə kvadrat iki rəqəmli ədədə bərabər olduğuna görə məlumdur ki, Y-in qiymətləri 4 və 4-dən yuxarı rəqəmlər ola bilər. 4-ün kvadratı bərabərdir 16. Hələ ki, bu ehtimalı saxlayırıq. 5-in kvadratı 25, 6-nın kvadratı 36 olduğuna görə və hərflərin müxtəlif rəqəmlərə bərabər olması şərtinə görə biz 5 və 6-nı götürə bilmirik. 7-dən yuxarı rəqəmlərdə isə, yəni 7, 8, 9 rəqəmlərində isə belə bir problem olur ki, 7-nin kvadratı 49-dursa, A-la C-nin qiyməti məsələn 4-lə 9 olur. Yuxarıda verilən birinci ifadədə biz 40 neçəni 9-a vuraraq 2 rəqəmli ədəd ala bilmərik. 7, 8-də də eyni problem olduğuna görə biz mütləq burada ehtimal olaraq bir ehtimalımız qalır. 4-ün kvadratı bərabər olur 16-ya. A və C-nin qiymətlərini 1 və 6 tapandan sonra A-nın qiymətini 1 olaraq qəbul eləmişiksə, C 6-dırsa, bizə verilən cavabda C, B ifadəsi ilə qarşılaşırıq. Yəni, 2 rəqəmli ədədi 6-ya vuranda yenə də 60 neçə almışıqsa, bunun da ancaq bir mümkün halı var, yoldaşlar. Siz ancaq onu 6-ya vuranda 60 ala bilərsiniz. Qeyri hallarda baxın, məsələn, ən minimumlaq B-nin qiymətini 2 götürək. 12-ni belə 6-ya vursanız 70-i aşır və sizin birinci ifadənizi ödəmir. Hal-hazırda biz artıq 1, 0, 6, 4 rəqəmlərindən istifadə elədiyimizə görə yerdə qalan rəqəmlərdən ikinci ifadədə də uyğun bir bərabərlik yaratmalıyıq. Əgər h-yeni 2-yə vurub üstünə l-h gələndə vf almışıqsa, biz burada h-dan 2 dəfə istifadə eləmişik. Burada elə qiymətləri qoymalıyıq ki, ifadəmizdə həm təkrarlanma olmasın, həm də h-ların qiymətinin yerində eyni rəqəmləri istifadə eləmiş olaq. Ən kiçik qiymətlərimizdən başlayıram, çünki 2-yə vurulanda onsuz da 2 rəqəmli ədədimiz böyüyəcək. H-ın yerinə yazıram 2, y-nin yerinə yazıram 3. 2-ni 23-ə vuranda alırıq biz neçə? 46. Əgər elin yerinə əlimizdə qalan ən kiçik rəqəmi, yəni 4 gedib, 5-i yazsaq, h-ın qiymətini də onsuz da 2 götürmüşdük. 23-ü 2-yə vurub üstünə 52 gələndə alırıq nə? 98. Yəni VF-in də qiyməti bərabər olur 98-ə. Və bütün fərqli məchullarımız, belə deyək, fərqli rəqəmlərə bərabər olur. Bir dənə burada görürsünüz ki, riyazi ifadələrdə D hərfindən istifadə olunmuyub. Biz də rəqəmlərdən 7-dən istifadə etməmişik. Ona görə cavabımız bərabər olur A variantı 7-yə. İndi isə baxırıq 47 nömrəli sual. 47 nömrəli sual şəkil cədvəlləri mövzusuna aid sual nümunəsidir. Burada sizə verilib birinci cərgədə kvadrat içində dairə, dairənin içində üçbucaq və üçbucağın içində kvadrat. Yəni, verilən fiqurların hər biri həm içəridə, həm çöldə yerləşdirilib. Gedirik üçüncü cərgəyə. Üçüncü cərgədə bu 6 güşəli ulduzun həm kiçik, həm böyük versiyası göstərilib. Trapesiyanın böyük versiyası var, kiçik versiyası yoxdur. Dairənin kiçik versiyası var, böyük versiyası yoxdur. Ona görə trapesiya yerləşməlidir dairənin içində. Düzgün cavabınız da olacaq B variantı. Növbəti sual artıq 48-ci sualdır. Görürsünüz ki, məsələ sualıdır. Deyir, satıcı bazarda satmaq üçün meyvə gətirir. O gətirdiyi meyvəni 3, 4 və 7 kiloqramlıq qutulara yığmalıdır. Hər üç halda satıcının 2 kiloqram meyvəsi artıq qalır. Satıcı bazara ən az neçə kiloqram meyvə gətirib? Bu tipli sualları riyazi ifadələrlə də işləyə bilərsiniz. Əgər riyazi tənliklər qurmağı bacarırsınızsa, orada bir riyazi tənlik qurub işləməkdə heç bir problem yoxdur. Amma adətən bu tipli sualların daha tez cavabını vermək üçün biz variantlardan istifadə edə bilərik. Çünki baxın, birbaşa bizdən satıcının bazara neçə kiloqram meyvə gətirdiyini soruşur. Gəlin A variantını götürək, yoxlayaq. 86. 86-nı 3-ə böləndə 28 dəfə yerləşir, 2 qalıq qalır.
86-nı 4-ə böləndə yenə də 21 dəfə yerləşəcək, 2 qalıq qalacaq. 86-nı 7-yə böləndə 12 dəfə yerləşəcək, 2 qalıq qalacaq. Hər birindən 2 kiloqram meyvə artıq qaldığına görə elə düzgün cavabımız olacaq A variantı. Digər variantlarda ya birbaşa bölünür, qalıq qalmır, ya da qalıqlar 2-dən fərqli olur. Ona görə onları düzgün cavab kimi qəbul edə bilmirik. Keçirik 49 nömrəli suala. Yenə də şəkil ardıcıllığı mövzusuna aid bir sual nümunəsidir. Burada baxırıq ki, bir neçə fərqli simvollardan istifadə olunub. Ən içəridəki simvol ilk növbədə diqqətinizi çəkə bilər və bizdən 24-cü şəkli tapmamızı istəyir. İlk üç şəkildəki qanunauyğunluq bizə imkan verir ki, növbəti şəkillərin ixtiyari birini təyin edə bilək. Fikir verirsinizsə, yoldaşlar, üçbucaq üzü aşağı baxanda içində plus var. Çevrilib üzü yuxarı baxıb içində x var. Yenə üzü aşağı baxanda içində plus var. Yenə üzü yuxarı baxanda içində x olmalıdır. Yəni tək yerlərdə, birinci, üçüncü, beşinci yerlərdə üzü aşağı baxan üçbucağın içində plus, cüt yerlərdə isə üzü yuxarı baxan üçbucağın içində x olmalıdır. 24 cüt yer olduğuna görə biz ikinci şəklin içərisindəki, yəni üçbucağın üzü yuxarı baxıb içində x olduğu variantları saxlayıb, qalanları cavablardan silə bilərik. Yəni B, C və D variantları gedir. Qalırıq A və Y variantının arasında. Bəs çöldəki hissələri necə təyin eləyək? Üçbucaqdan kənarda siz burada 3 dənə fərqli simvol görürsünüz. Ürək, düzbucaqlı və dairə. Bunlar da hər dəfə növbələşirlər. Əvvəl dairə gəldi çöldə, sonra düzbucaqlı, sonra isə ürək. Müxtəlif qanunauyğunluqlar kimi baxa bilərsiniz. Bu üç simvolun arasında bir neçə qanunauyğunluq kimi baxmaq olar sıraya. Əsas odur ki, bu fiqurların üçü də növbələşir və 24 3-ə bölünəndə qalıq olaraq 0 qalır. Yəni heç bir qalıq qalmadığından siz üçüncü fiquru götürməlisiniz. Yəni A variantı olur bizim düzgün cavabımız. Əgər məsələn burada 25 verilsəydi, 25-i 3-ə böləndə axı qalıqda 1 qalır. Həmin bir qalıq qaldığına görə siz yenə qayıdacaqdınız ilk fiqura və kənarında dairə olan variantı götürəcəksiniz. Gələk 50-ci suala. Bizə cədvəl sualı verilib, qeyri-aşkar cədvəldir və görürük ki, burada 3 ilə 9-dan almışıq 89-u. 3 ilə 9-dan 89-u necə ala bilərik? Və yaxud da bəzən birinci ifadədən baxıb qanunauyğunluq tapmayanda istədiyiniz bir ədəddən başlanğıc verə bilərsiniz. Məsələn, 5 ilə 1-dən 25-i necə ala bilərik? İçəridə verilən ədədlər nisbətən böyük ədədlər olduğuna görə adətən kvadrata yüksəltmək ağlımıza gəlir. 9-un kvadratı ilə 3-ün kvadratı eləyir 81 və 9. 81 və 9-un cəmi bizə verir 90-ı. Amma bura nə qeyd eləmişik? 89. Ona görə də prosesimiz ola bilər kvadratlarının cəmi minus 1. Kvadratlarının cəmi minus 1. İndi görək o birisi ifadələrimiz üçün uyğun gəlirmi? Misal üçün 33. 33 dayanıb 3 və 5-in kəsişməsində. 5-in kvadratı 25, 3-ün kvadratı 9. 25 9-un cəmi 34 eləyir, minus 1 olanda həqiqətən 33-ü bizə verir. Həmçinin sualın yerinə gəlsək, 9 ilə 7-ni kvadrata yüksəldib toplayandan sonra 1 çıxacaq. 9-un kvadratı 81, 7-nin kvadratı 49. Cəmi eləyəcək 130, 1 çıxanda isə cavabımız olacaq A variantı. Gəlirik 51 nömrəli sual. 51 nömrəli sualda bizə yenə də qanunauyğunluq verilib, yəni şifrə sualıdır. Vertolyot sözünün qabağına yazıb 33. Adətən verilən sözlərin qarşısında ədəd yazılanda bu verilən sözün sait, samit sayından və yaxud da ümumi hərflərinin sayı ilə bağlı qanunauyğunluq ola bilir. Vertolyot sözündə biz baxırıq ki, 3, 6, 9 hərf var. Həmin 9 hərfdən 6 dənəsi samitdir, 3 dənəsi saitdir. Və həmin 6 ilə 3-dən 33 almışıq. Qanunauyğunluğu birbaşa görmürsünüzsə, bir neçə dənəsini yazıb ümumi qanunauyğunluq tapmağa çalışa bilərsiniz. Avtobus sözündə baxırıq ki, biz 4 dənə samit var, 3 dənə sait. Və yaxud da qatar sözündə 3 dənə samit var, 2 dənə sait. İndi bu operatorları həmin ədədlərə çevirən prosesi tapmağa çalışaq. Baxın yoldaşlar, əgər 6-nın kvadratından 3-ü çıxsaq, 33 alınır. 3-ün kvadratı 9, 2 çıxanda 7 alınır. 4-ün kvadratı 16,
3 çıxanda 13 alınır. Yəni samitin kvadratından saiti çıxanda verilən ədədləri ala bilirsiniz. Gəlirik sərnişin sözünə. Təbii ki, operatorumuzun doğru olduğuna əmin olandan sonra gəlirik sərnişin sözünə. Burada 8 hərfli söz olduğuna görə 5 dənə samitimiz var. Sərnişin sözü 3 dənə də sait. Həmin 5-in kvadratından da 3-ü çıxanda qalacaq 25 minus 3, yəni Y variantı. 52 nömrəli sualda anaqram sualıdır. Fərqli sözü tapmamızı istəyir. A variantı milyon, B variantı bilyard, C variantı trilyon, D variantı milyard, D variantı min. Hamısı sayılardır, amma B variantı bilyard fərqlənəcək. Gəldik 53 nömrəli suala. 53-cü sualda şəkil ədəd əlaqəsinə aid sual nümunəsidir və burada biz görürük ki, fərqli fiqurlar verilib. Yoldaşlar, adətən verilən sualın içindəki fiqurlar bir-birindən fərqlənəndə biz artıq həmin fiqurların tərəf sayından da istifadə edirik. Məsələn, görürük ki, A yerləşib rombun içərisində. Burada A-nı kvadrata yüksəldim. Yəni, romb özü bizim üçün kvadrata yüksəltməyi ifadə edir. Yəni, harada romb görsək, içərisində verilən rəqəmi və yaxud da ədədi kvadrata yüksəldəcəyik. B bizə verilib burada 4B halında və üçbucağın içində yerləşdiyinə görə biz artıq qəbul edə bilərik ki, üçbucağın yerinə yetirdiyi proses 4-ə vurma prosesidir. Həmçinin C yerləşib kvadratın içərisində və 3-ə vurulubsa, deməli kvadratın içindəki ədədlər də 3-ə vurulacaq. Və yekun olaraq bu ifadənin mötərizənin kənarında bizə 5 göstərilib və bizim ən böyük fiqurumuz da 6 bucaqlıdır. Deməli, 6 bucaqlının da funksiyası içində olan ədədi və yaxud da ifadəni 5-ə vurmaqdır. İkinci ifadədə yoxlama aparıb 132-ni ala bilərsiniz həmçinin. Gələk birbaşa üçüncü ifadəmizə. Burada görürsünüz ki, verilib 6 bucaqlının içərisində 1. 6 bucaqlı bizim üçün 5-ə vurmanı ifadə elədiyinə görə, baxın bu ifadə 5-ə vurmanı. Mən biri vururam 5-ə. Biri vurulur 5-ə. Plus digər operatorumuz, yəni romb verilib bizə. Romb içərisindəki rəqəmi kvadrata yüksəldirdi. Yuxarıda qeyd eləmişik. Ona görə yazırıq plus 1-in kvadratı. Yenə üzərinə gəlirik. Bunlar ikisi getdi. Gəlirik üçbucağa. Üçbucaq bizim üçün 4-ə vurmanı, kvadrat isə 3-ə vurmanı ifadə edirdi. Yəni bir dəfə 1-i 4-ə vuracağıq. Növbəti dəfə isə 1-i 3-ə vuracağıq və bu ifadələrimiz də getmiş olacaq. Yekun olaraq aldığımız ifadəni ən kənardakı fiqurumuz 4 bucaqlı olduğuna görə və 4 bucağı da bizim üçün yenə də 3-ə vurmanı ifadə elədiyinə görə vururuq 3-ə. İçərisini toplayaq. 1 vur 5, 5. 1-in kvadratı 1, 6. 4 ilə 3-ün cəmi 7. 6, 7-ni toplasaq verəcək bizə 13-ü. 13-ü 3-ə vuranda cavabımız olur A variantı 39. Keçirik növbəti suala, 54-cü suala. 54-cü sual yenə şəkil qatlaması ilə bağlı bir sual nümunəsidir. Burada bizdən istəyir ki, 1-1, 2-2, 3-3, 4-4 xətləri üzrə qatlama prosesini ardıcıl yerinə yetirək. Baxın, yoldaşlar, bizə verilib 1-1 xətti. 1-1 xəttinin digər tərəfində yerləşən üzü 1-1 xətti boyunca çevirmə eləsək, onu da deyim ki, bizim məqsədimiz sual içərisindəki yerə gətirməkdir bütün verilənləri. Çevirmə eləsək, baxın, burada belə bir, yəni çevirmə zamanı belə bir xətti alacaq. Artıq təsəvvür edin ki, bura gedib. Çünki buranı qatlamışıq. Və təzədən 2-2. 2-2 baxın burada gördüyünüz xəttdir. Əgər o xətt boyunca qatlama eləsək, bu aşağıda gördüyünüz ifadəni yuxarıya doğru çevirəndə necə bir görüntü alacaq? Baxın belə. Ox işarəsi tərs istiqamətdə baxacaq. Bu hissədə getdi. Sonra 3-3. 3-3 xətti bu yuxarıda gördüyünüz 2 dənə xəttin birləşməsidir. Əgər biz onu sualın yerinə çevirsək, yəni qatlama eləsək, bu gördüyünüz ox işarəsi olan düz xəttimiz gəlib belə düşəcək sualın yerinə. Və onun üstündəki xətt də həmçinin belə bir çevrilmə ilə düşəcək. Və həmçinin 4-4, yekun olaraq 4-4 xətti boyunca da qatlama yerinə yetirsək, bu sol tərəfdə gördüyünüz ifadədə şəkillər də sağa doğru qatlanacaq. Yəni, ox işarəsi qatlananda baxın, belə bir görüntü alınır. Belə bir görüntü və
Bu əyri xəttimiz də həmçinin qatlama zamanı belə bir görüntüyə çevriləcək. Düzdür, biraz yazıların üzərində səliqəsiz göründü, amma baxın, sadəcə A variantı üçün keçərlidir. Elə yuxarı baxan oxla o sağ tərəfdəki xəttimizə baxsanız, yəni 4 çevrilmənin 4-ünü eləmədən 2 çevrilməni də yerinə yetirmiş olsaydınız, cavabımız A variantı alınırdı. İndi baxaq növbəti suala. 55 nömrəli suala baxırıq. Operator sualıdır. 563-dən almışıq 21-i. 728-dən 58-i və burada adətən biz rəqəmlərdən istifadə edərək ya iki rəqəmli, tək rəqəmli ədəd kimi baxırıq, ya tək-tək adi rəqəmlərdən istifadə edirik. Bu şəkildə 21 almağa çalışırıq. Nədir proses? Kənardakı rəqəmləri, yəni 5 ilə 3-ü vururuq bir-birinə, eləyir 15. Üzərinə də gəlirik içəridə yazılan 6-nı. 21. Yəni kənar rəqəmlərin hasili 7 vur 8, 56 plus 2, 6 vur 1, 6 üstə gəl 3, 9, 4 vur 5, 20 üstə gəl 2, 22. Bu əməliyyatı tapdıqdan sonra deyir, yuxarıdakı qanunuqluğa əsasən aşağıdakılardan hansının cavabı 15 eləyər? 4-ü 4-ə vurub üzərinə 7 gəlsək, 16 üzərinə 7, 15 eləməz. 2-ni 7-yə vurub üzərinə 1 gəlsək, alınacaq 15, düzgün cavabımız da olacaq B variantı. 56 nömrəli sualda. Deyir, bir müəssisədə işləyən 100 nəfərdən 83-ünün ağ köynəyi, 77-sinin qara ayaqqabısı, 62-sinin papağı, 95-inin çantası var. Minimum neçə nəfərdə bu 4 əşyanın hamısı var? Əgər 100 nəfərdən 83-ünün ağ köynəyi varsa, deməli o 17 nəfərin ağ köynəyi yoxdur. 77 nəfərin qara ayaqqabısı varsa, 23 nəfərin qara ayaqqabısı yoxdur. 62-sinin papağı varsa 38-nin papağı və 5-inin də çantası yoxdur. Bizdən minimum neçə nəfər dediyinə görə, yoldaşlar, biz burada fərz edirik ki, həmin köynəyi olmayan 17 nəfər fərqlidir 23 nəfər qara ayaqqabısı olmayan şəxsdən. Yəni, eyni şəxsin həm ayaqqabısı yoxdur, həm köynəyi yoxdur demirik. Köynəyi olmayanları ayrı, ayaqqabısı olmayanları ayrı, papağı olmayanları ayrı, çantası olmayanları ayrı sayırıq. Və bu şəxsləri toplasaq, 28, 30, 23, 38, 17, 5-in cəmi bizə verəcək 83-ü. 83-ü də 100 nəfərdən çıxanda, yəni əşyası olmayan şəxsləri çıxanda, qalacaq ki, 17 nəfərin həqiqətən də bütün əşyaları var. Keçirik 57 nömrəli suala. Bizə belə bir cədvəl göstərilib. A, B anbarlarında olan 5 növ meyvədən bəzilərinin kiloqramla miqdarı və ya digər meyvələrə görə faiz nisbəti verilmişdir. İlk növbədə baxırıq ki, A anbarında belə bir uyğunluq var. Başlamağımız üçün nisbətən daha əlverişliyir. Banan qarşısındakı ədədlərdir. Nəyə görə? Çünki bizə anbarlarda həm meyvələrin miqdarını kiloqramdan, həm də faizlə göstərib. Əgər eyni meyvə haqqında hər iki məlumat verilibsə, yəni bizə deyirsə ki, əgər banan 125 kiloqramdır, həmçinin 25 faizdir, deməli biz faiz və kiloqram arasındakı nisbəti görə bilirik. 2 kiloqram faizdən 5 dəfə çox nisbətindədir. Deməli, digər hissələr də buna uyğun olaraq tənasüblə işləyə bilər. İndi şahid apara bilərik hesablamamız, çünki sadə ədədlərdir. Əgər 24% isə və kiloqram bundan 5 nisbətində artıqdırsa, eyni anbarda bu nisbət dəyişə bilməz. Onu da deyim ki, 24%-i vursaq 5-ə, almanın alacağıq kiloqramını 120 kiloqram. Əgər 80 kiloqram armud varsa, 5 nisbətində faizi ötürmək üçün 5-ə bölürük. Olur 16% armud. Və son olaraq gəlirik burada onun qarşısına yazırıq. 5 nisbətində çox olanda 50 kiloqram ərik. Bəs portağal necə tapaq? Adətən bu ifadələrdə biz baxırıq ki, digərlərində məsələn ya faiz ya da kiloqram verilmişdi. Qarşısındakını 5-ə vurub ya da 5-ə bölüb tapa bilirdik. Bəs portağalı necə tapırıq, yoldaşlar? Adətən hər hansı bir anbarda və yaxud da ümumi bir ifadənin içərisində verilənlərin ümumi faizi həmişə tam ifadə olaraq 100% kimi qəbul olunur. 100%-dən 24, 16, 25, 10-u toplayıb çıxsaq, 24, 16, 40, 25 ilə 10-un cəmi də 35. 40, 35 toplayanda 75, 100-dən 75 çıxsa qalacaq 25.
Həmin qalan 25% də portağalın miqdarıdır. Biz də bananın qabağında görmüşdük ki, 25% 125 kiloqramdır. Yəni portağal da olacaq 125 kiloqram. Buna əsasən bizə deyir ki, A anbarındakı əriyin miqdarı B anbarındakı bananın miqdarına bərabərdirsə. Baxın, A anbarında 50 kiloqram ərik tapmışıq. Əgər biz bunu aparıb bananın miqdarı kimi qeyd eləsək, gətirib buraya yazsaq ki, 50 kiloqram banan var, artıq B anbarı üçün olan hesablamaya keçmiş oluruq. B anbarı üçün təbii ki, bayaq verilən nisbət olduğu kimi saxlanılmayacaq. Həmçinin də gördüyünüz kimi bananın qarşısındakı kimi əlverişli bir ifadə yoxdur ki, həm kiloqramla, həm faizlə göstərilsin. Amma yenə də bunu biz bayaq dediyimiz qanuna uyğunluğa görə tapa bilərik. Ümumi verilən meyvələrin miqdarı həmişə 100% kimi qəbul olunur. Əgər 35% armud, 25% ərik varsa, 35 və 25-in cəmini, yəni 60-ı 100-dən çıxsaq, yerdə qalan 40%imiz digər meyvələrin kiloqramları cəmi olacaq. Yəni alma, banan və portağalın kiloqramlarının cəminə bərabər olacaq. 50, 40, 70-i toplayanda alırıq 160. Bura yazırıq ki, əgər 160 40%-dirsə, onda biz ümumi faizimizi necə taparıq? Yəni bizdən soruşulana baxaq gəlin birbaşa. B anbarında neçə kiloqram ərik var? Əriyi bizə 25% veribsə, deyirik ki, 40%imiz 160-dırsa, 25%imiz nəyə bərabərdir? Bura yazırıq x, x-i də tapmaq üçün 25-i vururuq 16-ya, bölürük 40-a. Buradan ixtisar gedir 4-ə, qalır 10, 25-i 10-a böləndə 2.5, 2.5 də 4-ə vuracağıq. Alınacaq nə? X olacaq 100. Deməli, bir anbarında neçə kiloqram ərik var? Burada biraz hesablamamızda nəsə problem oldu. 4 yuxarıda qalır və 10 aşağıda olduğuna görə 10-a bölünəndə 2,5-i 4-ə vuranda alacağıq. Burada 160'dı yoldaşlar. Hə. Ona görə də 10 almışdıq. 1-0 yadımızdan çıxmışdı. Və anbarındakı əriyin miqdarı bərabər olacaq 100-ə. 160 yerinə 16 qeyd eləmişdik. Ona görə 1-0 yaddan çıxmışdı. Gəlirik 58 nömrəli suala. 58 nömrəli sualda yenə də bizə operator sualı verib. İlk növbədən aşkar operator kimi görünür, amma əməliyyatı yenə də özünüz tapıb təyin etməlisiniz. İlk cərgədə verilib ki, 8 ilə A bərabərdir. 9 üstə gəl 8 minus A kvadratına. Baxın yoldaşlar, burada bu 9 simvolik da verilə bilər sizə. Yəni, bütün cərgələrin üzərinə 9 gəlmək kimi də qəbul olunmuş ola bilər. Və yaxud da operatorun birinci tərəfindən bir vahid böyük hədd kimi də göstərilə bilər. Siz onun 9-un simvolik, yoxsa operatorun birinci tərəfindən bir vahid böyük hədd olduğunu təyin eləmək üçün baxmalısınız digər sətirlərdə verilən ifadələrə. İlk növbədə 8 minus A-nın kvadratı operatorun solundan sağını çıxıb kvadrata yüksəltməkdir. Gəlin ikinci ifadənin üzərində bunu yoxlayaq. 6-dan 4-ü çıxıb kvadrata yüksəltsək, yəni bu ifadədəki kimi, qalacaq 2-nin kvadratı 4. 4-ün üzərinə nə gəlməliyik ki, biz 11 alaq? Bu ifadədə yazırıq ki, bu 9-un simvolik yoxsa olub-olmadığını bilmirik. Onun yerini boş saxlayırıq. Plus, mötərizəni açırıq. 6 ilə 4-ün fərqinin kvadratı. 2-nin kvadratı 4. 4-ün üstünə gəlsək 11 alınır. Əlbəttə 7 gəlsək. Deməli ki, 9 bizdə simvolik deyil, sadəcə operatorun birinci tərəfindən bir vahid böyük olan həddi götürüb. Biz də baxın 6-dan bir vahid böyük olan həddi 7-ni qoyanda həqiqətən ifadəmizin qiyməti 11-ə bərabər oldu. Gəlirik sual şarsının olduğu sətrə 8 və 1 üçün. Eyni hesablamanı aparırıq. 8-in üzərinə 1 gələndə yazırıq 9 plus 8 ilə 1-in fərqinin kvadratı. 8-dən 1 çıxanda 7, kvadratı 49. 49-un üzərinə 9 gələndə cavabımız olur C variantı. Gəldik 59 nömrəli suala. Bu tipli mətn suallarında adətən ilk növbədə verilənləri müəyyən bir yerə qədər ən azından oxumaq lazımdır. Çünki bəzən birbaşa cədvəl qurmağa çalışan yoldaşlarımız olur. Halbuki bu tip suallarda heç cədvəl qurmağa ehtiyac olmur. Çünki bizə şərtdə verilib ki, 8 dənə kadr var və onlardan 5-i layihədə iştirak hüququ qazanıb. Şəxslər haqqında aşağıdakılar məlumdur, hansılar siyahıda ola bilər. 5 şəxs iştirak edə bilər.
və variantların hər birində həmin 5 şəxsin, yəni 5-ini də yazıb. 5-ini də yazıbsa, biz bu ifadələri oxumaqla variantları bir-bir, uyğun olmayan variantları bir-bir çıxa bilərik cavablardan. Baxın, birinci ifadədə deyir ki, əgər hidroloq iştirak edibsə, onda astroloq iştirak etməyib. Hidroloq və astroloqu eyni variantın içində görsək, onu biz cavablardan çıxmalıyıq. Baxın, elə A variantında astroloq da var, hidroloq da var. Birinci şərtə görə A variantı getdi. İkinci şərtdə deyir ki, bioloq və riyaziyyatçıdan yalnız biri iştirak edib. Siz variantların hansındasa həm bioloqu, həm də riyaziyyatçını görürsünüzsə, yenə də həmin variantı çıxmalısınız. D variantına baxın, bioloq da var, riyaziyyatçı da var. D variantı da gedir. Üçüncü cümlədə deyir, əgər fizik iştirak edibsə onda, proqramçı və kimyaçıdan yalnız biri iştirak edib. Əgər fizik, riyaziyyat, proqramçı və kimyaçını eyni anda görsəniz, məsələn, Y variantına baxın, fizik, kimyaçı, proqramçı. Üçünü də eyni anda görsəniz, deməli bu variantdır. Uyğun gəlməyəcək. Yekun olaraq dördüncü cümləmizə deyir, əgər riyaziyyatçı iştirak edibsə, onda astroloq və kimyaçı da iştirak edib. Riyaziyyatçı varsa astroloq da olmalıdır, kimyaçı da olmalıdır. Amma B variantına baxın, yoldaşlar, riyaziyyatçı var, astroloq var, kimyaçı yoxdur. Ona görə B də gedir, düzgün cavab olaraq qalır C variantı. 60 nömrəli suala baxırıq. 60 nömrəli sualda bizə qrafik sualı verilib. Qrafikdə iki fərqli hovuzda olan su miqdarının zamana görə dəyişməsi göstərilib. Neçə saat sonra hər iki hovuzda bərabər miqdarda su olur. Tənasüb qura bilərik burada. Baxın, 100 litrimiz 25 saat ərzində boşalırsa, onda 1 saata nə qədər boşalacaq? 100 ilə 25 arasındakı nisbətə baxsanız görəcəksiniz ki, 100 litr 25 saata boşalırsa, onda 1 saata 4 litr boşalacaq. 1 saata 4 litr. İndi nə qədər boşalandan sonra bərabər olacaqdırsa, biz ifadəmizi bu şəkildə qururuq. 100 çıxılsın, 4 vurulsun T, neçə saat olduğunu bilmirik. Bərabərdir. Təbii ki, bərabərləşdiyinə görə yazırıq. 80 çıxılsın, burada nisbətə baxaq. Əgər 80 litrimiz 40 saata boşalırsa, deməli 1 saata 2 litr su boşalır. Yazıram, 80 çıxılsın, 2 vur T. Sadəcə bu tənliyi həll eləyək. 4T-ni sağ tərəfə keçirsək, müsbət olduğuna görə mənfi 2T ilə toplanıb olacaq müsbət 2T bərabərdir. 80-i sol tərəfə keçirsək, 100-dən 80 çıxanda qalacaq 20. T də bərabər olacaq 10-a. Bizdən elə neçə saat sonranı soruşurdu, cavab olacaq C bənd. 61 nömrəli suala baxaq. 61 nömrəli sual xətt sualıdır. Və bu tipli ifadələrdə belə bir ifadəni yadda saxlaya bilərsiniz ki, birinci və ikinci şəklin üzərində olub, üçüncü şəklin üzərində olmayan xətləri siz üçüncü şəklin üzərinə əlavə etməlisiniz. Baxaq yoldaşlar, ilk növbədə birinci şəklə. Baxın, birinci, ikincidə olub, üçüncüdə olmayanları gəlin üçüncüyə əlavə edək. Birinci şəklin üzərində belə bir şaquli xətt görürük. Həmin şaquli xətt üçüncü şəkildə yoxdursa, biz onu buradan əlavə etməliyik. Amma variantlara baxsaz görəcəksiniz ki, bütün variantlarda həmin şaquli xətt çəkilib. Deməli, bir variantlardan hansınsa çıxmırıq hələ ki. Sonra görürük, belə sağa doğru gedən bir xətt var, xəttin biraz yuxarısından. Həmin xətti gəlib çəkirik. Həmin xətti çəkəndən sonra artıq bəzi variantlar gedir cavablarda. Məsələn, A variantına baxın. Bu xəttin belə deyək də, sağ tərəfində biraz yuxarıda olmalı idi, amma eyni mövqedə verdiyinə görə A-nın da Y-ni də çıxa bilərik. Həmçinin də qalırıq digər 3 variantın arasında. Digər 3 variantdan da D variantına baxsanız görəcəksiniz ki, D variantında bu nöqtədən sol yuxarıya doğru gedən xətti təzədən çəkib. Elə C variantda da həmin problem var. Bir dənə baxın yoldaşlar, əgər xətt varsa, biz onu sonradan çəkmirik. Yəni, olan bir xəttin üstündən təzədən çəkməyə ehtiyac yoxdur. Sadəcə 1 və 2-də olub, 3-də olmayanları əlavə eləməlisiniz. Ona görə C də D də eyni problemə görə gedir. Düzgün cavabımız qalır B bəndi. 62 nömrəli suala baxırıq. Düstura görə A kəmiyyəti yalnız B və C kəmiyyətlərindən asılı olaraq B ilə düz, C ilə tərs mütənasib şəkildə dəyişir. Düz və tərs mütənasibliyi biz adətən bu şəkildə ifadə edirik. A kəmiyyəti B ilə düz mütənasibdir, sürətdə yazırıq, C ilə tərs mütənasibdir. Elə bu şəkildə də tənasüb yazıb aça bilərsiniz. Deyir ki, əgər A 10 olarsa, baxın yazıram, A 10-dursa,
Qarşısında yazırıq. B-nin qiyməti 300-dür, C-nin qiyməti 2-dir. Baxın, 300 bölü 2. Deyir ki, əgər B300 A450-dirsə, C 1-dirsə, B-nin qiymətini tapın. Daha doğrusu B300 bunu yazmışıq. Bundan sonra deyir A450, A-nın yerinə yeni qiymət olaraq yazıram 450. C-nin qiyməti 1-dirsə, B-nin qiymətini tapın. Bu yazdığım iki dənə ifadəni adi tənasüb qaydası ilə açıram. Onu vururam B bölünsün 1-ə. Alınacaq burada nə? 10 vurulsun B bölünsün 1. Bərabərdir. 450-ni də vururam 300 bölünsün 2-yə. 450 vurulsun 300 bölünsün 2. Bu ifadələrdən onlarımız ixtisar getsə, 450-ni 30-a vurub 2-yə bölməliyik. B-nin qiymətini tapmaq üçün 30-u 2-yə bölən deyir 15. 450-ni də 15-ə vuranda alınacaq 6750. Cavab da olur D variantı. 63 nömrəli sualda sədr Milli Məclisdə olur, baş katib BMT-də A variantı. 64 nömrəli sualda deyir ki, 81 və 7 ədədləri arasındakı əlaqə 144 ilə 10 ədədləri arasında da var. Eyni əlaqə aşağıdakılardan hansında var? 81-dən kök alsaq, çünki 81 də 144-dən kvadrat olduğuna görə ondan kök alıb başlanğıc verə bilərik. Ən azından qanuna uyğunluğa belə başlanğıc verə bilərik. 81-dən kök alanda alınır 9. Həmin 9-dan da 2-ni çıxanda qalacaq 7. Həmçinin baxın 144-dən kök alanda 12, 12-dən 2 çıxanda 10. Deməli qanuna uyğunluğumuz birinci tərəfdəki ədədi kök altına salıb 2-ni çıxmaqdır. Və bu nəticəsində də alınacaq ikinci tərəfdəki ədəd. Gəlin onu yoxlayaq. Deyir, eyni əlaqə aşağıdakılardan hansında var? 49-un kökü 7-yə bərabərdir, amma 7-dən 2 çıxanda 5 qalmalıydı. 36-dan kök alsaq olur 6, 6-dan 2 çıxanda həqiqətən də 4 qalır. Cavab olur B variantı. 65 nömrəli suala baxırıq. Hər hansı bir işarənin hərəkətinə baxmaq sizin üçün daha rahat olar, ümumi ifadəyə baxmaqdansa. Çünki bu tipli suallarda kiçik-kiçik simvollar veriləndə adətən onların tək-tək hərəkətinə baxmaq daha əlverişlidir. Musiqi işarəsi ikinci şəklə keçmək üçün 2 addım düşməlidir aşağı. Baxın, 1 addım, 2 addım. Yenə 2 addım yerini dəyişib, 1 addım, 2 addım, üçüncü şəklə keçib, yenə 2 addım yerini dəyişsə, ən başa gələcək və həmin işarənin ən başda olduğu 2 variantımız var. Gəlin digər işarələrdən minus işarəsinə baxaq. Buna baxmaqda da məqsədim odur ki, yoldaşlar, əgər 2 variantınız qalıbsa, bütün simvollarınız, baxın, 2 variantın ikisində bütün simvollarınız eynidir. Siz ürək simvoluna, ulduz simvoluna və yaxud da digər böyük ulduz simvoluna baxmaqla sadəcə vaxt itkisi olmuş olur sizin üçün. Çünki onsuz da yenə 2 variant arasında qalırsınız. Əgər bu işarəyə baxsanız, birbaşa cavabınız çıxmış olacaq. Baxın, bu işarədə mərkəzdədir. Bir addım qalxdı yuxarı, yer qalmayıb. Bir addım yuxarı qalxanda yenə aşağıdan başladı. Bir addım da yuxarı qalxanda mərkəzə düşməlidir. Cavab olur C bəndi. Gəlir 66-cı suala. 66-cı sualda A, B-nin qiymətlərini gətirək yazaq yerinə. Bizə deyir ki, A 7-yə bərabərdir, B isə 13-ə. A-nın yerinə 7 yazsaq ifadəmizdə birinci mötərizənin içində yazılıb A-1. Yəni 7-dən 1 çıxanda alınacaq 6. Böyük mötərizəni yazmaq üçün açırıq mötərizə. Deyir A-3. A bizdə 7-yə bərabərdir. 7-dən 3 çıxanda burada qalır 4. Operator işarəsini yazırıq. Deyir B plus 2. B 13 olduğuna görə 13-ün üzərinə 2 gələndə alırıq 15. Bağladıq mötərizəni plus 7. Sərbəst həddimiz qalır yerində. Yenə təzədən operatoru hesablamaq lazımdır. Onu da deyim ki, əgər operatorda bu şəkildə təkrar-təkrar hesablama aparılırsa, bu artıq dövrə operatordur. Yəni siz bir dəfə hesabladınız, yenə də operatorun sağ solu dəyişdi, yeni bir operator aldınız. Ona görə dövrü olaraq prosesimiz davam edir. Yəni 4 və 15-i yenə də eyni operatorun yerində hesablayacağıq. Bu dəfə A-nın qiyməti 4-dür, B-nin qiyməti 15-dir. A 4 olarsa 4-dən 1 çıxanda 3, açdıq mötərizə. 4-dən 3 çıxanda operatorun sol tərəfində qalacaq 1, 15 B-nin qiyməti idi. 15-in üzərinə 2 gələndə sağ tərəf oldu 17. Bağladıq plus 7. Sərbəst həddimiz yenə 1 və 17-ni təzədən hesablamalıyıq harda? Baxın, bu gördüyünüz hissədir. Mötərizənin yerinə indi A-nın yerinə 1 yazsam, 1-dən 1 çıxanda nə alırıq? 0.
Açdıq mötərizə. A1-dir. 1-dən 3 çıxanda qalır -2. Operatorun sağ tərəfində 17-nin üstə 2 gəlirik, alırıq 19. Bağladıq, +7 sərbəst həddimiz. Baxın yoldaşlar, sıfıra çatana qədər operatorunuz sıfıra vurulana qədər davam edirsiniz. Çünki operator sıfıra vurulanda ifadə gedir sıfıra, +7 sərbəst həddimiz qalır. Bu 7-ni biz hardan almışdıq? Baxın 1 və 17 operatorunun hesablanmasını. 7-ni qoyuruq yerinə. 3-ü 7-yə vurub üzərinə 7 gələndə alırıq 28. 28-i hardan almışdıq? 4 və 15 operatorunu hesablayıb. Bunu da yerinə 28 alanda 6-nı 28-ə vurub üstünə 7 gəlirik. Bizdə alınacaq neçə? 6-nı 28-ə vuranda 168 üstə gəl 7, 175. Düzgün cavabımız da olur C variantı. Gəlirik 67 nömrəli suala. 67 nömrəli sualda deyir ki, verilmiş şəklin üzərində yalnız sətir və sütunlar üzrə keçən, özü ilə kəsişməyən, bütün qara və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkin. İki dənə də bizə şərt verib. Baxın, deyir ki, xətt bütün boz xanalardan düz keçməli, lakin ya əvvəlki, ya da sonrakı xanada 90 dərəcə dönməlidir. Xətt qara xanalarda 90 dərəcə dönməli, lakin nə əvvəlki, nə də sonrakı xanalarda dönməməlidir. Sınıq xətt ilə işarələnmiş xanaların hansından keçəcək? Sınıq xətt rəqəmlər ilə işarələnmiş xanaların hansından keçəcək? İndi biz bu tipli suallarda, yəni sınıq xətt suallarında başlanğıc vermək üçün görün, əgər sizin künc hissələrdə qara damalarınız varsa və yaxud da o yoxdursa, əgər yanaşı gələn boz damalarınız varsa, daha yaxşı olar ki, həmin hissələrdən başlanğıc verəsiniz. Məsələn, mən görürəm ki, burada küncdə qara dama var və mən əgər xətti həmin damanın içində qırmalıyamsa, xətti qırıb oyundan kənara çıxa bilmərik ki. Baxın, xətti belə qırmalıyıq damanın içində. Yəni, oyunun içində qalacaq şəkildə. Və əgər davam eləsək, yenə qara damanın içində çatanda xətt qırılmalıdır. Başlanğıcı həm də boz yanaşı gələn damalardan verə bilərsiniz dedim. Bunu nəyə görə deyirəm? Çünki baxın, boz damalardan xətt düz keçməlidirsə yoldaşlar, siz xətti bu şəkildə keçirə bilməzsiniz. Bu da oyundan kənara çıxmaq deməkdir. Ona görə də biz mütləq onu necə keçirməliyik? Paralel xəttlərimizi və bu şəkildə. Təbii ki, bu şəkildə paralel xəttləri keçirəndən sonra bunun üst hissəsini yox, bu hissəsini bağlamalıyıq. Çünki qapalı xətt belə deyək də, bir tərəfdən başlatmışıqsa, artıq xətti hərəkət elətdirib bütün damalardan keçəndən sonra həmin hissəni bağlamalıyıq. Ona görə həm də bizim oyunumuz qapalı xəttdir. Bunu davam elətdirsək, əgər baxın bunu davam elətdirsək, gedirik, boz damanın içindən düz keçməliyik. Düz keçdik. Qara damanın içində qırmalıyıq. Boz damadan düz keçməliyik. Mən təbii ki, bunu aşağıya doğru gətirsəm, hansısa damam kənarda qala bilər. Ona görə diqqətlə baxmalısınız ki, heç bir damanız kənarda qalmasın. Yəni, xətt bütün damalardan keçmiş olsun. Yenə baxın, bu xətt. Qara damanın içində qırdıq, boz damadan düz keçirdik, bağladıq. Qapalı xəttimiz hazırdır. Bizdən soruşurdu ki, hansı rəqəmlərdən keçəcək? Keçdiyi rəqəmlər də olacaq 3, 2 və 5. Yəni 1 ilə 4-dən keçmir. Cavab olur B variantı. Altmış səkkiz 70 nömrəli tapşırıqları mətnə əsasən cavablandırın. Rövşən, Akif, Qədir, Samir eyni bir binanın 6, 7, 8-ci mərtəbələrində yerləşən 1, 2, 3, 4 otaqlı mənzilləri hərəyə bir mənzil almaq üçün 2, 3, 4, 5 il kredit müddəti seçərək 13, 14, 15, 16 min manat ilkin ödəniş etmişlər. Məlumdur ki, buradan başlayırıq şərtlərimizi yazmağa. İlk növbədə yoldaşlar, mətn sualları veriləndə içərisində verilənlərin sayını təyin etməlisiniz. Birinci verilənimiz adlardır. Adları verib bizə mərtəbə verib, növbəti verilən, otaqları verib, üçüncü verilən, kredit müddəti dördüncü, ilkin ödəniş məbləği beşinci. 5 veriləninin sual olduğuna görə adətən biz bu tipli suallarda nə edirik? Verilənlərdən birini və əgər adlar varsa, adətən adları birinci növbədə yazırıq sətrə. Məsələn, yazacağıq Rövşən, Akif, Qədir, Samir. Sağ tərəfdəki cədvəldə mən başlayım bunları qeyd eləməyə. Bu cədvəldə yazırım.
Rövşən, Akif, Qədir, Samir. Və digər verilənləri artıq sıraya düzmək əvəzinə ümumi adlandırmağa çalışırıq. Deyirdik ki, 6, 7-ci, 8-ci mərtəbələrdə. Biz bunları 6, 7, 8 kimi yox da, elə mərtəbə sözü kimi yazırıq. İki mərtəbələr, filan otaqlı mənzillər deyəndə otaq sayıları verilib, bizə yazırıq otaq. Sonra kredit müddəti və ilkin ödəniş. İlkin ödəniş. Bunları qeyd edəndən sonra başlayırıq bir-bir digər verilənləri oxumağa, məlumatları oxumağa. Birinci məlumatda bizə deyilir ki, 3 illik kredit müddətinə alınmayan 6-cı mərtəbədə yerləşən 4 otaqlı mənzil üçün 13 min manat ilkin ödəniş edilib. Fikir verirsiniz yoldaşlar, bu verilən məlumatlar birinci cümlədə verilən məlumatlardır. Mənzilin kimin olduğu haqqında məlumatı verməyib. Amma qalan bütün məlumatları verib. Bütün məlumatları veribsə, biz ancaq əmin olduğumuz məlumatları cədvəlin içinə yazırıq. Dəqiq bilmədiyimiz məlumatları cədvəldən kənara yazırıq. Digər məlumatları qeyd edəndən sonra, əgər mümkün olsa, biz kənarda yazdığımız məlumatı cədvəlin içinə yerləşdirəcəyik. Yazıram ki, 3 illik kreditlə alınmayan 6-cı mərtəbədə yerləşən 4 otaqlı mənzil üçün 13 min manat ilkin ödəniş olunur. Bu məlumatların hamısını kənardan qeyd elədiyimizə görə artıq keçirik ikinci. İkinci veriləndə, yəni ikinci məlumatda bizə deyilir ki, Samirin 2 otaqlısından aşağıda yerləşən mənzili Akif 14 min manat ilkin ödəniş edərək 4 illik kredit alıb. Samirin 2 otaqlısını, deməli Samirin mənzilinin otaqları sayı 2-dir. Akif 14 min manat ilkin ödəniş edərək, Akifin ilkin ödənişlə kəsməsinə yazırıq 14 min manat. 4 illik kreditlə alıb. Kredit müddəti də 4 ildir. Amma bir dənə də məlumat var bu cümlədə. Hansı məlumatdır? Samirin 2 otaqlısından aşağıda yerləşən mənzili Akif alıb. Yəni deməli, Akif Samirdən mərtəbə olaraq aşağıda yerləşir. Baxın, belə yazıram, yoldaşlar. Yanına da yazıram mərtəbə. Yəni, mərtəbə olaraq aşağıda yerləşir. Amma hal-hazırda hansı mərtəbələrdə delər, onu qeyd edə bilmirik. Keçirik növbəti sualı və adətən belə məlumatlar veriləndə hər dəfə istifadə etdiyiniz məlumatın üstündən xətt çəksəniz daha yaxşı olar. Çünki bəzən məlumatların sayı çox ola bilir, cümlələrin sayı 6 dənə, 7 dənə. Siz hər istifadə etdiyiniz cümlənin üstündən xətt çəksəniz və yaxud da hansısa cümlə əgər hal-hazırda istifadə etməyiniz üçün imkan vermirsə, həmin cümləni boş qoysanız, daha yaxşı təhlil apara bilərsiniz. Növbəti cümlədə deyir ki, ən az kredit müddəti ilə alınan otaqlarının sayı 3 olmayan mənzil üçün Rövşən Samirdən çox ilk ödəşib. Ən az kredit müddətlərinin içində gedib ən aza baxırıq ki, 2-dir. Otaqlarının sayı 3 olmayan mənzil üçün deyəndə, baxın, kredit müddətinə yazırıq 2. 3 olmayan deyirsə, yəni inkar eləyirsə, cədvəldən kənarda qeyd edirəm bunu ki, 3 otaqlı olmayan mənzil üçün Rövşən Samirdən çox ilkin ödəniş edib. Nə qədər ilkin ödəniş edildiyini demir, amma deyir ki, burada Rövşən Samirdən çox yuxarıda yazıram. Nə edib? İlkin ödəniş edib. Bu çoxu azı yazanda kənardan nəyə əsasən yazdığımızı da qeyd etməliyik ki, sonradan cədvəlin içinə yerləşdirəndə yerlərini qarışdırmayaq. Və bitdi verilən məlumatlarımız. Lap birinci cümlədə biz demişdik ki, demək olar ki, bütün məlumatları verilib, amma hansı şəxsə aid olduğu qeyd olunmayıb. İndi baxanda görürük ki, mən bu məlumatları Rövşənin, Akifin, Samirin altına yaza bilmərəm. Çünki digər cümlələri oxuyandan sonra onlarda biz artıq başladıq nələrisə qeyd eləməyə. Bütün məlumatları boş qalan şəxs Qədir olduğuna görə mən burada gördüyünüz bütün məlumatları aparıb yazacağam Qədirə. Yazacağam ki, 3 illik kreditlə götürməyib. 6-cı mərtəbədədir mənzili, 4 otaqlıdır, 13 min ilkin ödəniş eləyib. Və əgər 3 illik kreditə götürülübsə, onsuz da kredit müddətlərimiz 2, 3, 4, 5 idi. 2 ilə 4 gedib, 3 deyilsə, 5 illik kredit müddətinə götürüb, 3-ü yazırıq Samirə kredit müddəti üçün. Və bir dənə də məlumat var ki, bunlardan istifadə elədik. Bunlar getdi yoldaşlar.
Burada baxırıq ki, Rövşən Samirdən ilkin ödənişi daha çox eləyib. İlkin ödənişlərimiz 14-13 gedib, qalıb 15 ilə 16. Əgər Rövşən daha çox ilkin ödəniş eləyibsə, 16-nı Rövşənə yazırıq, 15-i yazırıq Samirə. Həmçinin otaqlarının sayı Rövşəndə 3 deyilsə, bizdə otaq sayıları neçədir? Yuxarıda baxın otaq sayılarına. 1, 2, 3, 4. Gəlirik, baxırıq ki, 2 ilə 4-ü istifadə eləmişik, 1 ilə 3 qalır. Əgər Rövşənin mənzili 3 otaqlı deyilsə, 1 otaqlıdır. Akifin olacaq 3 otaqlı. Bir dənə yeganə məlumat qalır burada mərtəbə. Biz onu qeyd eləyə bilməyəcəyik sizdən. Nəyə görə? Çünki 4 nəfərdir, bizə 6, 7, 8, 3 dənə mərtəbə verir. Əgər Samir Akifdən yuxarıdadırsa, ola bilər ki, mən Samirə 7 yazıb Akifə 6 yazım. Ola bilər 8 yazım, ona 7 yazım ya da 8 yazım, 6 yazım. Ona görə ə, bu məlumatı hələ ki biz ehtimal olduğuna görə cədvəlin içində yerləşdirməyək. Təbii ki, verilən suallara uyğun olaraq həmin ehtimalları da nəzərə alarıq. Keçirik 68 nömrəli suala. Deyir ki, mənzillərdən ikisi 8-ci mərtəbədədirsə, bu mənzillər kimindir? Təbii ki, Qədir olmayacaq. Qədirin 6-cı mərtəbədə olduğu məlum olub bizə. Və Samir əgər Akifdən mərtəbə olaraq yuxarıdadırsa, siz yoldaşlar Akifə də 8 yaza bilməzsiniz. Axı mərtəbələrimiz 6, 7, 8-dir. Mən Akifə 8 yazsam, Samir ondan yuxarıda olduğuna görə gərək onun da ən azından 9 yazım. Bizdə də 9-cu mərtəbə yoxdur. 6, 7, 8 var. Ona görə 8-ci mərtəbədə olacaq Rövşən və Samir. Yəni C variantı. 69-da deyir ki, aşağıdakılardan hansı səhvdir? Rövşənin mənzili 4 otaqlıdır. Elə baxın, yanlış olan budur. Çünki biz tapmışıq ki, Rövşənin mənzili 1 otaqlıdır. Və yuxarıda verilən 70 nömrəli sual da həmçinin ə, həmin cədvəlimizə uyğundur. Yəni 70 nömrəli sualını da baxaq, nə istəyir bizdən? Aşağıdakılardan neçəsi mütləq doğrudur? 13 min manat ilkin ödəniş edilərək alınan mənzil, 15 min manat ödənilərək alınan mənzildən aşağı mərtəbələrdən birindədir. Gəlin baxaq görə, həqiqətən də elədim. 13 min ilkin ödəniş alınaraq, verilərək alınan mənzil Qədirin mənzilidir. 15 min ilkin ödəniş edilərək alınan mənzil isə Samirin mənzilidir. Biz həqiqətən də Samirə 6 yaza bilmərik axı. Axı Samir Akifdən yuxarıda yerləşir. Ya 7 yazmalıyıq, ya 8. Və həqiqətən də 7 də yazsaq, 8 də yazsaq, Samir Qədirdən, yəni 15 min, 13 mindən yuxarıda olacaq. Yəni, birinci məlumatı götürürük ki, birinci məlumat doğrudur. İkinci məlumatda deyir ki, mənzillərdən 3-ü Qədirin mənzilindən yuxarı mərtəbədədir. Baxın yoldaşlar, burada biz dedik ki, sizlə 6, 7, 8-ci mərtəbələr var. Qədirin mənzili 6-dadırsa, biz başqa birinə də, məsələn, Akifə də 6 yazıb, Rövşənlə Samirə 7, 8 yaza bilərəm. Belə olanda axı üçünün mənzili Qədirdən yuxarıda yerləşmir. Məsələn, 6-nın birini Akifə ya da Rövşənə yazsam, elə Qədirlə eyni mərtəbədə olduğuna görə 2 dənəsi Qədirdən yuxarıda yerləşir. Ona görə də bu nisbi məlumatdır. Yəni mütləq səhv, mütləq doğru məlumat deyil. Üçünün mənzili Qədirdən yuxarıda ola da bilər, olmaya da bilər. Bunu silirik. 5 illik kreditə alınan mənzil 7-ci mərtəbədədir. Baxaq bir dənə 5 illik kreditə alınan mənzilə. 5 illik kreditə alınan mənzil elə Qədirin mənzili idi və 6-cı mərtəbədə idi. Bu məlumat yanlışdır. Bir otaqlı mənzil 6-cı mərtəbədədir. Baxın, bir otaqlı mənzil biz baxırıq ki, Rövşənin mənzilidir və 6-cı mərtəbədə ola bilər əslində, amma olmaya da bilər. Onun haqqında da konkret tapmamışıq. Bir otaqlı və 3 otaqlı mənzillər müxtəlif mərtəbə. Həmçinin bu məlumatda da yoldaşlar baxın, bir otaqlı və 3 otaqlı mənzillər Rövşənin və Akifin mənzilləridir. Bunların ikisinə eyni mərtəbədə də yaza bilərik. Məsələn, 7, 7. Amma fərqli mərtəbələrdə yaza bilərik. Ona görə bu da mütləq doğru və ya mütləq yanlış məlumat deyil. Yəni bizdən mütləq doğruları istəyirdi. Ona görə bir dənə birinci cümləni götürəcəyik. Say istədiyinə görə də cavabımız olacaq Y variantı 1. Və belə. Gəlirik 71 nömrəli suala. 71 nömrəli sual kub sualıdır. Sizə kubun 3 dənə görüntüsü verilir. Həmin verilmiş 3 dənə görüntüdən təyin etmək lazımdır ki, uyğun olan variant hansıdır? Biz baxırıq ki, kublara. 1 və 3-ün qonşusu birinci kubda 4 göstərilib. İkinci kubda isə 1 və 3-ün qonşusu 5 göstərilib. Deməli, 1 3-ün qonşusu həm 5-dirsə, həm 4-dürsə, yoldaşlar, onda 4 və 5 üzləri qarşı üzlərdir.
Təsəvvür edin ki, iki üzün bir qonşusu 5-dir, həmin iki üzün bir qonşusu 4-dür. Deməli, bu iki üz bir-birinə qarşıdır da. Gəlin variantların 4 və 5-in qarşı olmadığı, yəni qonşu kimi verildiyi üzləri çıxaq. Misal üçün, baxaq C variantına. Siz 4-ü 2 dəfə aşırsanız, 5-in yanına gətirəcəksiniz. Yəni 4 və 5 üzləri burada qonşu üzdür. Bu 5-i 2 dəfə aşırsanız, heç aşırmadan da görə bilirsiniz ki, 4 ilə 5 bir-biri ilə qonşudur. Qarşı üzlər necə olmalıdır? Bir-biri ilə ortaq tili olmamalıdır. 2 dəfə aşıranda 5 ilə 4 yanaşı gəlir. Qonşudur, bu 3 variant getdi. İndi qaldıq A ilə B-nin arasında. A ilə B-də həqiqətən də 5 və 4 bir-birinə qarşı üz kimi göstərilir. Gəlin 2 və 3-cü şəkli müqayisə eləyək. Burada görürük ki, 3 və 5-in qonşusu 1-dir. Üçüncü şəkildə isə, üçüncü kubda isə bizə göstərib ki, 3 və 5-in qonşusu 6-dır. Əgər 3 5-in qonşusu həm 1-dirsə, həm 6-dırsa, onda 1 və 6-cı 1 və 6 da bir-birinə qarşı üzlərdir. Qarşı üzlərdir, amma burada baxın 6-nın qarşı üzü kimi nəyi göstərib? 3 üzünü. Biri də 6-nın qonşusu kimi göstərib. B variantı da gedir. Cavabımız olur A variantı. 72 nömrəli suala gəlin baxaq. 72-ci sualda deyir ki, ABC müsbət tam ədədlərdir. Əgər A bölü 9 B dəfə yerləşib C qalıq olarsa, C-nin ala biləcəyi qiymətlərin cəmini tapın. Ümumiyyətlə, yoldaşlar, əgər bizdə burada A və B-yə xüsusi bir halla fərqləndirməyibsə, ya da müəyyən bir qiymət almalı deyillərsə, 9-a bölünən ədədlərin qalığı 1-dən 8-ə qədər olan rəqəmlər ola bilər. Yəni, hər hansı bir ədəd 9-a bölsəniz, hər zaman qalıq bölünəndən daha kiçik olmalıdır. Əgər burada 5 olsaydı, biz onda 1 ilə 4 aralığını götürəcəkdik. 9 olduğuna görə də 1 ilə 8 aralığını götürürük. Yəni, C 1-dən 8-ə qədər bütün rəqəmləri ala bilər. 1-8 arası rəqəmlərin cəmi də olacaq 36 D variantı. Gəldik 73 nömrəli suala. 73 nömrəli sual bağlantı sualıdır. Bizdən soruşur ki, 7 halqadan hansılarının yerini təyin eləmək olmaz. İlk növbədə baxırıq ki, əgər halqalardan hansındansa çıxan xəttlərin sayı fərqlənirsə, onda birinci növbədə o halqaları təyin edə bilərik. Məsələn, bir xəttə bağlanan halqamız, bir qonşusu olan halqamız sadəcə A-dır. Bizim də burada görürük bir qonşusu olan halqamız bu aşağıda verilən halqadır və A gedib hansı hərfə bağlanıb? B hərfinə. B-ni də yazırıq bura. A ilə B getdi. Yerdə qalanlara baxırıq ki, burada G var və G-nin qonşularının sayı 5-ə bərabərdir. Yəni, G-dən çıxan xəttlərin sayı 5-dirsə, deməli 5 qonşusu var. Digər verilənlərin heç birinin 5 qonşusu yoxdursa, onda biz G-ni təyin edə bilərik. Çıxan xəttlərini saysaz görəcəksiniz ki, 5 xətt çıxan G-dir. Qaldı digərləri. D-dən görürsünüz 4 xətt çıxıb. Y-dən 3, F-dən 3, C-dən 3. D-dən 4 xətt çıxdığına görə bunu da çox rahatlıqla təyin edə biləcəyik. Çünki başqa 4 xətt çıxan yoxdur. Bunu yazırıq D-yə. İndi baxaq yoldaşlar digərlərinə. Bu digər qalan 3 dənədən, yəni Y, F, C-dən bir-birindən fərqləndirən bir cəhət tapsaq, onların yerini təyin edə bilirik. Yox, əgər bağlandığı qonşuları eynidirsə və ikisinin bir-birinə bağlantısı varsa, onda adətən onların yerini təyin eləmək olur. Məsələn, baxsaq görəcəksiniz ki, B-yə bağlanan bu üç xətlilərdən yalnızca C-dir. Baxın, B-yə bağlanan yalnızca C-dir. Amma F-lə Y B-yə bağlanmayıb. Əgər B-yə bağlanan C-dirsə, mən bu üç xəttin də yerini tapa bilirəm. Amma Y ilə F-in yerini təyin edə bilmirik yoldaşlar. Nəyə görə? Çünki Y ilə F həm bir-birinə bağlanıb, həm də ikisi də gedib D-yə və G-yə bağlanıb. Artıq onların bağlantılarını təyin etmək olmur. Yəni, bura Y yazılsa, bura F yazılsa, bu halda doğrudur. Bura F, bura Y yazılsa, bu halda doğrudur. Ona görə bu iki halqanın yerini təyin etmək olur. Keçirik 74 nömrəli sual. Yenə görürük, şəkil sualı verilib bizə. Belə deyək, rənglərin toplanması sualıdır. Çünki iki şəkli toplayanda deyir ki, üçüncü şəkil alınıb və hansı formada bu şəkil alına bilər. Biz lap başlaya bilərik mərkəz hissədən. Görürük ki, mərkəz hissə ağdır. Bu şəkildə də ağdır, burada da ağdır. Bir kənardan onu özünüz üçün qeyd edə bilərsiniz ki, ağın üzərinə ağ gələndə elə ağ alınır. Və ikinci hissəmizə baxsaq, ikinci hissədə baxın, ağdır, ağdır. Burada da ağdır, yəni ağların cəmindən ağ alınıb. Üçüncü hissədə qaradır, ağdır, qara alınıb.
Deməli, qaranın üzərinə ağ gələndə qara alınır. Qaranın üzəri qara gələndə nə alınır görmək üçün isə ikinci şəklin tən ortadakı hissəsinə baxa bilərsiniz. Qaraların cəmindən də nə alınıb? Ağ alınıb. İndi bu yazdığınız qanunauyğunluğa əsasən tətbiq edə bilərsiniz bunu üçüncü cərgənizə. Üçüncü cərgədə görürük ki, kənarı bunun qaradır və ağdır. Qara ilə ağın cəmindən qara alınır. Deməli, ən qırağı qara rəngdə olmalıdır. Ən qırağı qara rəngdədirsə, S ilə D gedir. İkinci zolaqda da biri ağ, biri qara olduğuna görə yenə qara olmalıdır. Deməli, ortadakı zolaq da qaradır və mərkəzi də biri ağ, biri qaradırsa, mərkəzi də qaradır. Bütün qara olmalıdır bizim üç bucağımız. Cavabımız da olur Y variantı. Növbəti sualı keçirik. 75 nömrəli suala baxaq. 75-də anaqram sual verilib. Fərqli sözü tapmamızı istəyir. A variantı həkim, B inşaatçı, C direktor, D mühəndis, daha doğrusu D mühasib, Y mühəndis. C variantı direktor vəzifədir, digərləri peşədir. 76 nömrəli suala baxın. 76-da deyir ki, riyaziyyat müəlliminin dediyinə görə məsələni həll edən oğlanların sayı onu həll etməyən qızların sayına bərabərdir. Qızların sayı oğlanların sayından çoxdur. Aşağıdakı mülahizələrdən hansılar doğrudur? Baxın, burada qızlar və oğlanları iki yerə ayırıb, məsələni həll edənlər və həll etməyənlər. Oğlanlar da həmçinin məsələni həll edənlər və həll etməyənlər olaraq iki yerə ayrılıb. Bizə deyir ki, qızların sayı oğlanların sayından çoxdur. Adətən bu tipli sualları həll edəndə özünüzdən qiymət də qoya bilərsiniz yerinə. Misal üçün, qızlar oğlanlardan çoxdur deyirsə, onsuz da baxın variantlarda sizdən xüsusi bir ədədlə cavab istəmədiyinə görə sadəcə azdır, çoxdur tipli cümlələr veribsə, deməli qiymət qoyub yazsanız bir problem olmayacaq. Əgər mən qızların sayını misal üçün 15 götürürəm, oğlanların sayı 10 götürürəmsə, bizə deyir ki, məsələni həll edən oğlanlar həll etməyən qızların sayına bərabərdir. Həll edən oğlanlarla həll etməyən qızların sayı bərabərsə, misal üçün, əgər yazsaq 8, burada yazırıq 8. Onda məsələni həll edən qızlar qalır 7 nəfər, məsələni həll etməyən oğlanlar qalır 2 nəfər. Bunu yazandan sonra deyir, mülahizələrdən hansılar doğrudur? Gəlin baxaq. Məsələni həll etməyənlərin sayı oğlanların sayından azdır. Məsələni həll etməyənlər 8 ilə 2-dir. Toplayanda da 10 eləyir. Elə oğlanların sayı da 10-dur. Ona görə məsələni həll etməyənlər oğlanların sayından az ya da çox deyil, bərabər olmalıdır. Elə A variantının düzəldilmiş forması da Y-də verilib yoldaşlar. Baxın, məsələni həll etməyənlərin sayı oğlanların sayına bərabərdir. Məsələni həll edənlərin sayı isə, baxın 7 ilə 8-in cəmi. O da qızların sayına bərabərdir. Məsələni həll edənlər də qızların sayına bərabər olur. Keçirik 77 nömrəli suala. Qatlama sualıdır. Sonda verilən parçanı görürsüz. Həmin parçanın üzərində hər hansı bir dəyişiklik olarsa, hər hansı bir dəyişikliyə. Artıq o qatlama düzgün hesab olunmur. Yəni yekunda verilən parça mütləq olduğu kimi qalmalıdır. Və biz onu geriyə doğru çevirəndə, baxın bu prosesdə qatlaya-qatlaya gətirib üçüncü hissəyə. Biz onu əgər geriyə doğru çevirsə, bu parçanı geriyə doğru çevirəndə belə bir üçbucağı görüntüsü alırsınız, üçbucağın çevrilməsindən və bu hissələr də gəlib bu ikinci hissəyə düşür, bax belə. Bu formada. Bu hissələr qaralır. Və həmin hissəni də təzədən yenə geri qaytaranda artıq bu hissə bu uç bucaqlara əmələ gətirir və bu kənarda mənim qırmızı ilə çəkdiyim də gəlir düşür digər küncə. Üzr istəyirəm. Biraz bu xətti düz çəkmədik. Bunu da çevirəndə gəlir düşür bu formada. Görək o hansı variantda qeyd olunub çəkdiyimiz görüntü. Baxın, məsələn, A variantında yuxarıdakı küncü rəngləyib. Halbuki çevirmə zamanı bu künc açıq olduğuna görə bizim sol küncümüz də açıq olmalıdır. Eyni problemə görə A-nı da, B-ni də, D-ni də silə bilərsiniz. Qalacaqsa C ilə Y-nin arasında. Elə C-yə baxan kimi görsən ki, burada hissə köçürüb yazıb, yəni sürüşdürüb yazıb. Ona görə C də gedir, qalır cavablardan Y bənd. Gəldi 78-ə. Bir şirkətin işçiləri ilə bağlı aşağıdakılar məlumdur.
İşçilərin bir qisminin yaşı 40-dan yuxarıdır. Eynəkli işçilərin bir qismi kişidir, qadın işçilərin bir qisminin yaşı 30-dan aşağıdır. Yalnız bu məlumatlara əsaslanaraq şirkətdəki işçilər arasında aşağıdakılardan hansıların qəti olaraq deyilə bilər? Eynəkli bir qadın. Baxaq yoldaşlar, deyir ki, eynəkli işçilərin bir qismi kişidir. Əgər bir qismi kişidir cümləsini işlədibsə, deməli yerdə qalan qismi də qadındır. Yəni həqiqətən də şirkətdə eynəkli bir qadın var. Yaşı 40-dan yuxarı olan bir kişi. İşçilərin bir qisminin yaşı 40-dan yuxarıdır deyəndə, ola bilər ki, yaşı 40-dan yuxarı olanlar sadəcə qadın olsun. Burada isə bizə deyir yaşı 40-dan yuxarı olan bir kişi. Ola bilər ki, kişilərin hamısının yaşı 40-dan aşağıdır, yaşı 40-dan yuxarı olanlar isə qadındır. Çünki sırf işçilərdən söhbət gedir. Ona görə ikini götürmürük. Yaşı 30-dan aşağı bir kişi. Üçüncü cümlədə də deyirsə, qadın işçilərin bir qisminin yaşı 30-dan aşağıdır. Yaşı 30-dan aşağı bir kişinin olub olmaması haqqında yenə də bizim məlumatımız yoxdur. Çünki yaşı 30-dan aşağı olanları sadəcə qadınlar olaraq verib bizə hal-hazırki vəziyyətdə. Yaşı 30-dan aşağı bir işçi, bu əlbəttə ki, götürüləcək. Çünki 30-dan aşağı yaşı olan qadın varsa, deməli yaşı 30-dan aşağı olan bir işçi var. Yaşı 40-dan yuxarı olan bir eynəkli, yenə də biz bunu təyin edə bilmərik. Yaşı 40-dan yuxarı olan işçilərimiz var, amma həmin işçilər eynəklidirmi? Bunu qəti olaraq demək qeyri-mümkündür. Ona görə cavabımız olacaq 1 və 4. 79 nömrəli sual tərəzi sualıdır. Aşağıda verilmiş tərəzinin sağ tərəfindəki yükü nə qədər artırmaq lazımdır ki, tarazlıq bərpa olunsun? Təbii ki, tarazlığı bərpa eləmək üçün tərəzinin sağ və sol qollarındakı yüklərin miqdarını vurmaq lazımdır. Dayaq nöqtəsinə qədər olan məsafəyə, yəni 12-ni götürüb vururuq 4,25-ə bərabər eləyirik. Yükü nə qədər artırmaq lazım dediyinə görə 4,5 plus x-i vururuq 8,5-ə ki, tarazlıq vəziyyətə alınsın. 12-ni 4,25-ə vuranda alırıq 51 bərabərdir. Yenə də 4,5 plus x vur 8,5. Hər tərəfi 8,5-ə bölsək, 51-i 8,5-ə böləndə qalır 6. Əgər 4,5 plus x 6-ya bərabərdirsə, 6 minus 4,5 x olur 1,5. Yəni A variantı. 80 nömrəli sualda şəkil cədvəli sualıdır. Sual əvəzinə uyğun olan variantı istəyir bizdən. Yenə də birinci şəkildən ikinci görüntünü almaq üçün yoldaşlar fikir verin. Burada üfüqi istiqamətdə güzgü əksi eləsək şəkli, həqiqətən ikinci görüntünü almış oluruq üfüqi istiqamətdə. Birinci şəkli şaquli istiqamətdə güzgü əksi etsək, şaquli istiqamətdə çevirsək, onda üçüncü şəkli almış oluruq. İndi üçüncü şəkli almalı olduğumuza görə son cərgədə verilən şəkli şaquli istiqamətdə çevirmə eləməlisiz. Həmin çevirmə zamanı bunun sol tərəfindəki gördüyünüz ox işarəsi keçməlidir sağa. A variantını çıxırıq, qalan variantlarda keçib sağa. Üçbucağın istiqamətində bir dəyişiklik olmamalıdır. Çünki şaquli çevirmə zamanı sadəcə üçbucaq gəlib bu hissədə dayanacaq. Ona görə də üçbucağın istiqamətinə görə də B və C variantlarını silirik. D, yeni bir-birindən fərqləndirən nədir? Həmin üçbucaq və oxun daxilində, daha doğrusu içərisində olan işarənin hansı istiqamətə baxdığı. Fikir verin, bizim şəklimizdə bu oxa doğru baxan tərəfi daha qabarıqdır. Üçbucaq tərəfdəki hissə isə daha çökükdür. Qabarıq tərəfi oxa doğru baxmalıdırsa, Y variantında həqiqətən oxa doğru baxıb D-ni də silirik. Cavabımız qalır Y. 81 nömrəli sual qeyri-aşkar cədvəl sualıdır. Bu cədvəl sualında bizim cədvəli tən ortadan bölüb sonra baxmağımız daha əlverişlidir. Çünki proses belədir, baxın. Birinci rəqəmi saxlayırıq, ikinci rəqəmi çıxarırıq birinci rəqəmin üzərinə. 3 üstü 3, 27. 4 üstü 2, 16. 2 üstü 4, 16. 2 üstü 5, 32. Sual işarəsinin yerində də olacaq. 2Y variantı. 82 nömrəli sual ilk baxışdan oxşayır mürəkkəb arıcılıq sualına, amma 5 son 2, 375 görəcəksiniz ki, burada bir
əlaqə yoxdur və sual təkrarlanma sualıdır. Yəni 5, 1, 2, 6, 4, 9, 3, 7. Yenə 5, 1, 2, 6, 4, 9, 3, 7. Yenə 5-dən sonra gələn rəqəmi və yaxud da ədəd tapmalıyıq. Burada da bir qanuna uyğunluq var ki, yoldaşlar 3 rəqəmli, 2 rəqəmli, tək rəqəmli. Yəni 3, 2, tək, 3, 2. Yenə olmalıdır tək. 5-dən sonra gələn bir rəqəm də olacaq. Elə 1. Yəni C variantı. 83 nömrəli suala baxırıq. 83 nömrəli sualda bizə deyir ki, hazırki yaşlarının nisbəti 2/7 olan iki qardaşın 11 il sonra yaşlar nisbəti 3/5 olarsa, böyük qardaş 3 il sonra doğulsa, indiki yaşı neçə olardı? Hazırki yaşlar nisbəti 2/7-dirsə, gəlin A, B adlı iki qardaş olsun. Yaşlar nisbəti 2/7-dirsə, buna yazaq 2x, buna yazaq 7x. 7x. 11 il sonra əlbəttə ki 11 il keçdiyinə görə 2x plus 11 və 7x plus 11 yaşlarında olacaqlar. Deyir ki, bunların yaşlar nisbəti 11 ise 3/5 kimi olacaq. Yəni kiçik qardaşın 2x plus 11-in digərinə nisbəti 7x plus 11-ə nisbəti bərabər olacaq 3-ün 5-ə nisbətinə. Təbii ki, biz tənasüb kimi bunu açsaq, bunun sürəti, bunun məxrəci, digərinin sürəti, bunun məxrəci. 2x plus 11-i 5-ə vuranda alacaq nə? 10x plus 55 bərabərdir. Bu ifadəni biraz sol tərəfdən yazaq. Qeyd edirəm. 10x plus 55 bərabərdir nəyə? 3-ü də vuranda 7x plus 11-ə olacaq 21x üstə gələk 33. 21x-dan 10x çıxanda 11x qalır burada. 33 sağa keçəndə mənfi olur. 55-dən çıxılır, qalır 22. X da bərabər olur 2-yə. X 2-dirsə, birinin 4 yaşı var, 2x. Birinin də 7 vur 2, 14 yaşı var. Bizdən soruşur, böyük qardaş, yəni 14 yaşı olan 3 il sonra doğulsaydı. Əlbəttə, hal-hazırda 14 yaşı olan biri 3 il sonra doğulsaydı, deməli 3 il daha az yaşamış olurdu. Ona görə olurdu onu 11 yaş. Öz təvəllüdündən 3 il daha sonra doğulsaydı, 11 yaşı olmuş olacaqdı. Yəni 3-ü çıxır. 84 nömrəli sualda yenə də bir ehtimal sualı ilə qarşılaşırıq. Şagird 4 kitab, bir jurnalı rəfə ilə yanaşı qoymalıdır ki, jurnal birinci ya da axırıncı gəlsin. Şagird bunları nəzərə alaraq neçə cür düzə bilər? Baxırıq burada 4 kitab, bir jurnal. 4 kitabın yer dəyişməsi bərabər olur 4 faktoriala. Bir jurnalı da elə qoymalıdır ki, ya birinci, ya axırıncı olsun. 4 faktorialın açılışı nəyə bərabərdir? 4 vur 3, vur 2, vur 1. Yəni 24-ə. Jurnal birinci yerdə olanda 24 dənə fərqli formada ABCD-ni düzə bilirik. Əgər jurnal axırıncı yerdə olsa, yenə 1, 2, 3, 4-cü yerlərə 24 fərqli formada ABC-ni düzürük. Yəni, jurnalın birinci yerdə olduğu 24, jurnalın axırıncı yerdə olduğu 24 ehtimal var. Həmin 24 ehtimalların cəmi də olacaq 48. A variantı. 85 nömrəli sualda sual işarəsinin yerinə uyğun olan cavabı seçməmizi, yəni şifroqram sual verilib bizə, yoldaşlar. Eyni iki rəqəmli ədədi bir dəfə C-yə, bir dəfə D-yə vurub bu qiymətləri alıb, istəsəniz 126-ya və 252-yə bölünən iki rəqəmli ədəd tapıb o şəkildə də həll edə bilərsiniz. Amma alt-alta vurmadırsa, bizim daha rahat bir versiyamız var. AB-ni D-yə vuranda elə hazır 252-ni yazıb. 252-ni yazaq birinci sətrə. AB-ni C-yə vuranda da 126 yazıb. Onu da bir dama sola sürüşdürüb yazsaq 126. 2 düşür aşağı, 5, 6-nın cəmi 11, 1 yazırıq 1 yadda, 2, 2, 4, 1 yadda, 5, 1. Cavab olur Y bəndi. 86 nömrəli sualda isə yenə bizə hasil ilə bağlı cədvəl verilib. A-nın altındakı ədədlərin hamısının 7-yə bölünmüş olması bizi biraz şübhələndirməlidir ki, A 7 ola bilər.
Təbii ki, bunu əminliklə yazmasanız, ən azından belə bir başlanğıc versəniz. B-nin altındakılar hamısı 5-ə bölünür, C-nin altındakılar 6-ya. Və D-yə baxanda görürük, əgər bu 7-dirsə 10 olmalıdır. Həqiqətən də 10-u 5-ə, 10-u 6-ya vuranda da uyğun gəlir bütün sətr üçün. 7-dən 63 almaq üçün 7-ni 9-a vurmalıyıq. Uyğun gəlir. Və 7-ni 8-ə vurmaq ki, 56 hansı? 8 vur 5, 8 vur 6. Hər biri uyğun gəldiyinə görə aparıb aşağıdakı ifadə A, B, C, D-ni toplayıb D-yeni çıxmaq lazımdır. A, B, C cəmi 7, 5, 6-nın cəmi 18 plus 10, 28. 9 ilə 8-in də cəmini, yəni 17-ni çıxsaq 28-dən qalacaq D bəndi 11. 87 nömrəli sualda məktəbdə 4 dərnək təşkil olunub. Sinif şagirdlərindən ümumiyyətlə 4 dərnək təşkil olunub ifadəsini görən kimi belə bir qeyd aparırıq. Heç bir dərnəkdə iştirak eləməyənlər ola bilər. Bir dərnəkdə iştirak eləyənlər, ikisində, üçündə və bütün dərnəkdə iştirak eləyən tələbələr olmuş ola bilər. Deyir, ən az 2 dərnəkdə iştirak edən 21 nəfər var. Ən az 2 dərnək nə deməkdir yoldaşlar? Yəni ya 2 dərnəkdə, ya 3, ya da 4. 2-dən çox olan dərnəklərdə toplam 2 və 2-dən çox dərnəklər toplam 21 nəfər olur. Ən çoxu bir dərnəkdə iştirak edən 11 nəfər var. Yəni heç iştirak eləməyən və bir dərnəkdə olan 11 nəfər var. Deməli, toplam saylarını tapdıq ki, 32 nəfər imiş. Üçüncü cümlədə deyir, ən çox 3 dərnəkdə iştirak edənlər isə 17 nəfərdir. Yəni ən çox 3 dərnək nə deməkdir? 3 dərnək və daha aşağı. 3 dərnək və daha azında iştirak edən 17 nəfər var. Əgər heç iştirak eləməyən və bir dərnəkdə olan 11 nəfər, 0, 1, 2, 3 dərnəkdə olan 17 nəfər varsa, 17-dən bu 11-i çıxsaq qalacaq 6 nəfər. Deməli, 6 nəfər 2 və 3 dərnəkdə iştirak edənlərin toplam sayıdır. Axı 2-dən yuxarı 2, 3, 4 dərnəkdə də 21 nəfər iştirak eləmişdi. Həmin 21 nəfərdən 2 və 3 dərnəkdə iştirak edən 6 nəfəri çıxsaq, bütün dərnəkdə iştirak edənlərin sayına qalacaq 15 nəfər ilə bizdən də bütün dərnəkdə iştirak edənləri istəyir. Cavabımız olur A variantı. Növbəti sual yenə qrafik sualıdır. Aşağıdakı qrafikdə 5 ölkənin kosmosa göndərdiyi kosmonavtların sayı qrafiki təsvir olunmuşdur. C ölkəsindən olan kosmonavtlar digərlərinin neçə faizidir? Baxın yoldaşlar, burada ən əsas məsələ odur ki, digərlərinin, bütün hamısının neçə faizidir, yox, digərlərinin neçə faizidir. C ölkəsindən olan kosmonavtların miqdarını biz görürük 60 nəfər. Yazırıq 60. Digərlərinin deyəndə artıq bunları toplamaq lazımdır. 40, 20, 80, 10. 60, 80, 140, 10, 50 eləyəcək 150. Yəni C ölkəsindən olanlar 60, digər ölkələrdən olanların, yəni 150-nin neçə faizidir? Bir ədəd digərinin neçə faizi deyəndə ədədi ikinci adı çəkilən ədədə bölüb 100%-ə vururuq. Buradan sıfırlarımız gedəcək, 10, 15 qalacaq 3-də 2, 60-ın 3-dən 2-si olur C variantı. 89 nömrəli sualda hürriyyət, əsarət antonimlərdir. Hərəkət olacaq sükunət. C variantı. 90 nömrəli sualda isə birinci həmişə bu tipli aşkar operatorlarda biz başlanğıc verməliyik ən balaca mötərizədən. Yəni 2 ilə 3-dən. 2 ilə 3-dən başlasaq birinci sətirdə A-yı 2, B-yi 3 yazanda 4-ü 2-yə, 3-ü 3-ə vurub toplasaq, 4 dəfə 2, 8, 3 dəfə 3, 9. 8 ilə 9-un cəmi edir 17. Bunu hesabladıq 17. 9 ilə 17-ni hesabladıq ikinci operatorda. A 9-dırsa, B 17-dirsə, 2-ni 9-a vuranda 18-dən 17 çıxsaq, bu ifadənin qiyməti bərabər olur 1-ə. İndi 1 və x-i də hesablamalıyıq, bu üçüncü C operatorundur. 3 vurulsun, B minus A deyir. B-nin yerində operatorun sağında durub x, solunda durub 1. X minus 1 bərabərdir 18-ə. Hər tərəfi 3-ə bölsək, x minus 1 bərabərdir 6-ya, x da bərabər olur 7-yə. 91 nömrəli suala baxırıq. Aşağıdakı diaqramda ABC fabriklərində çalışan işçilərin sayları verilir. ABC fabrikində ümumi 720 nəfər işləyirsə, A fabrikində neçə işçi işləyir? Yoldaşlar, ümumi olaraq biz bu tipli diaqramlarda
ümumi dərəcəmiz hər zaman bir tam dövrümüz sanki 360 dərəcəyə bərabər olur. Əgər 360 dərəcəmiz 720 nəfərdirsə, bizdən soruşur A fabrikində, yəni 144 dərəcəmiz neçə nəfər olur? X nəfər. X-i də tapmaq üçün adi tənasüb qaydası ilə 144-ü 720-yə vurub 360-a bölürük. 360 ilə 720 ixtisara gedəndə sürətdə qalır 2. 2-ni də 144-ə vuranda cavabımız olacaq 288. Açıq tipli sualdır. 92 nömrəli sual oyun sualıdır. Şərtləri verib bizə. Verilmiş ritoridə bəzi xanaları elə qaraldın ki, hər bir sətir və hər bir sütun üzrə rənglənmiş xanalardakı rəqəmlər təkrar olunmasın. Qara xanaların ortaq tərəfləri ola bilməz, ortaq təpələri ola bilər. Rənglənmiş xanaların hər birinin digərinə yalnız rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Yəni iki dənə rənglənmiş xananı yanaşı götürə bilməzsiniz. Buna əsasən oyun başa çatdıqdan sonra AB sütunlarında cəmi neçə xana rənglənmiş olacaq. Başlayırıq oyuna və biz burada əgər yanaşı damaları rəngləyə bilməriksə, belə hallarda, məsələn, F sütununda görürük ki, altıların içində 5 yerləşib, onda mütləq bunu dairəyə almalıyıq. Çünki şərtlərimizdə verilmişdir ki, rənglənmiş damanın ətrafı mütləq şəkildə dairəyə alınmalıdır, yəni oyunda saxlanılmalıdır. Oyunda saxlanılan rəqəmi dairəyə alaraq göstərir. Rənglənmiş damaları da bu şəkildə rəngləyərik. Formada rəngləyərik. İndi buna əsasən gəlin qonşuları eyni olan ədədləri dairəyə alaq. İlk növbədə aldıq 5-i dairəyə. 5-in yanındakı 4 var. 4-ü dairəyə ala bilərik. Sonra digər sətir üzrə də baxmaq olar bu qanun uyğunluğa. Məsələn, C-də 2 var. Sağ tərəfi də sol tərəfdə 1-ə bərabərdir. Həmçinin 4 var. Baxın, 4 də yerləşib harda? B sütununda, üçlərin arasında. Yəni qonşuları eyni olan ədədləri dairəyə alaraq başladıq. Və yoldaşlar, burada artıq bizim dairəyə aldığımız rəqəmlərdən 2-dir, 4-dür, 4-dür, 5-dir. Heç birinin sətir sütununda həmin rəqəmlərdən təkrar yoxdur ki, biz onu rəngləyərək oyuna davam edə bilək. Ona görə də bəzi sətirlərdə və ya sütunlarda 2 dənə verilən damalardan birini rəngləyib birini dairəyə almaqla oyuna başlanğıc verməyə çalışacağıq. Misal üçün, son rəng dairəyə aldığımız 4-ün ətrafında 2 dənə 3 var. Əlbəttə, sətirdə 2 dənə eyni rəqəm qala bilməz. Bunlardan biri dairəyə alınmalıdır, biri də qaralanmalıdır, yəni rənglənməlidir. Amma biz bilmirik hansı dairəyə alınacaq, hansı rənglənəcək. Ona görə də ixtiyari başlanğıc veririk. Onsuz da uyğun gəlməsə, sizin ya rənglənmiş damalarınız bir-birinin yanında gələcək. Yəni qanunauyğunluqlarımızdan biri pozulacaq. Ya da ki, bir blok vəziyyəti yaranacaq. Dairəyə alınan damaların bir-biri ilə əlaqəsi kəsiləcək. Ona görə də belə deyək, hələ ki başlanğıc verək, bir problem olsa, qayıdarıq üçlərin yerini dəyişdirərik. Bu üçü qaralayandan sonra ətrafında gördüyümüz qonşuları dairəyə alırıq. Dairəyə aldıqdan sonra yenə dairəyə aldığımız rəqəmlərə baxırıq ki, 1-dir, 5-dir, 3-dür. Həmin sətir və sütunlarda demək olar ki, həmin rəqəmlər təkrar olunmayıb. Sadəcə sütunlar üzrə baxa bilərik ki, məsələn 5-dir, C-də tutaq ki, onun sətrində də sütununda da 5 yoxdursa, bu dairəyə alına bilər. Bu 4-dür, dairəyə alına bilər. Yəni bu şəkildə sətir sütunda olmayan rəqəmləri siz dairəyə alaraq da oyuna davam edə bilərsiniz. Məsələn, biz A sütununda A və B sütunlarını istəyir də bizdən. A sütununda görürük ki, 2 dənə 1 var. Bunlardan biri mütləq şəkildə silinməlidir və yaxud da B sütununda məsələn düzdür, hamısı fərqli rəqəmlərdir, amma onların sətirlərində olan 5-dən məsələn təkrar var, 1-dən təkrar var. Yenə də davam eləmək üçün bir ehtimal götürək. Misal üçün, deyək ki, bu birlərdən birini dairəyə alırıq, birini qaraldırıq. Qaraltdığımız damanın ətrafını dairəyə alırıq. Burada 6-nı dairəyə aldıq, 4-ü, 3-ü. Görək həmin sətir sütunlarda həmin rəqəmlərdən varmı? Yoxdur. Amma bu 2-ni görürsünüz ki, bu 2-ni mən rəngləsəm, artıq 4 bloka düşmüş olur. Ona görə bu 2-ni dairəyə alanda avtomatik bu 2-ni rəngləyirik. Rənglənmiş damanın ətrafını dairəyə alaq, oyunda saxlayırıq, yəni həmin rəqəmləri bu 2-yə görə. Bu 2-ni dairəyə ala bilərik sildiyimizə görə. Sonra növbəti sətirlərdə yazdığımız rəqəmlərə gəlin baxaq. Burada məsələn 5-dir, birlərdən 2 dənə var.
İndi bu birlərdən də yenə birini dairəyə almalıyıq, o birini də rəngləməliyik. Bunu təyin eləmək üçün hər hansı biri rəngləyib ya da dairəyə alıb başlanğıc verə bilərik. Görək əgər başqa ədədlərimizdə qanunauyğunluq yoxdursa. Məsələn, F-də 6-nı dairəyə almışıqsa, bu 6-nı rəngləyək. 4-ü dairəyə alaq və gəlin birlərdən birini də rəngləyək. Bu biri dairəyə alaq. Görək uyğun gələcəkmi indi? Ödəyəcəkmi qanunauyğunluğumuzu? Deməli, 6-nın altındakı biri dairə alsam gəlib bu biri rəngləyim və bu bir rənglənəndə yoldaşlar bu 3, 6, 5 dairəyə alınmış olur. Əgər bunları dairəyə alsaq, bu üçü dairəyə aldığımıza görə bu üçü də rəngləyirik. Onda bunun qolşulağındakı ədədlər dairəyə alınır. Və burada bizim bu ikimiz bu ikiyə görə rənglənir və 6 da sətr üstündə yoxdur, bu 5 rənglənir. 2 dairəyə alınır və oyun yekunlaşır. 1, 5, 4, 6, 2. Son olaraq yoxlayırsınız ki, eyni rəqəmdən sətirdə və yaxud da sütunda 2 dəfə istifadə etmiş olmayaq. Yəni, eyni rəqəm 2 dəfə qalmaz. Sətir və ya sütunlardır. Əgər sətir sütunlarda eyni rəqəm 2 dəfə qalmayıbsa, deməli oyunu yekunlaşdırmısınız və A və B-dəki rənglənmiş damaların sayı da bərabər olacaq 3-ə. 93 nömrəli suala baxırıq. 93-də qanunauyğunluğu müəyyən edin və sual şərisinin yerinə uyğun gələn ədədi yazın. Operatorun sol tərəfi 81-dir, sol tərəfi 3A kubuna bərabərdir. 3A kubu 81 olarsa, biz orada A-nın qiymətini tapmaq üçün 81-i 3-ə vurub 3-cü dərəcədən kök almalıyıq. Yəni 27-dən 3-cü dərəcədən kök alanda A-nın qiyməti olur 3, 2B ona bərabərdirsə, B-nin qiyməti olur 5. 3 ilə 5-i toplayanda 8, 2-yə vururuq 16. Açıq tipli sualdır həmçinin. 94 nömrəli sualda qanunauyğunluğu müəyyən edin və sual yerinə uyğun gələn ədədi yazın. Bir-birindən fərqli və sıfırdan fərqli rəqəmlər verilib sizə. Burada D ilə Y-nin hasilini istəyir. İlk növbədə yoldaşlar, sürətdə A-ların sayını tapaq. Baxın, təklik, onluq və yüzlük mərtəbəsi olduğuna görə burada 100 dənə, burada da 1 dənə A var. Həmin 100 A-dan bu 1 A-nı çıxanda qalır 99 A. 10 B-dən 10 B-ni çıxanda heç nə qalmır. 1 C-dən 100 C-ni çıxanda qalır 99 C. Bölürük bu ifadəni. 10 A-dan 1 A çıxanda 9 A, 10 C-dən 1 C çıxanda 9 C ifadəsini. Və bu ifadələrdən yuxarıdan 11-i mötərizə xaricinə çıxarsam, qalır 9A minus 9C, yəni aşağıdakı ifadənin eynisi. Bölürük onu 9A minus 9C-yə və təbii ki, bu ifadələrimiz islah olunur. Qalır 11. Deməli, bu ifadənin bütövlükdə qiyməti 11-ə bərabərdir. Əgər DY-nin cəmi 11 fərqi 3-dürsə, adətən tövsiyə olunur ki, bu tipli suallarda cəmi 11 fərqi 3 olan ədədlər. Sistem tənliyi ilə də işləyə bilərsiniz, amma şifahidən də görə bilərsiniz ki, D-yə 7, Y-yə 4 yazmalısınız ki, çıxanda 3, toplayanda 11 alınsın. Və bizdən bunların hasilini istədiyinə görə 7 vur 4, cavabımız olacaq 28. Gəldik sonuncu 95 nömrəli sualımıza, uyğunluq sualıdır. Sözlər arasındakı məntiqi əlaqəyə əsasən hər cüt üçün analoji olan variantı seçin və sözlərin ardıcıllığını nəzərə almalıyıq mütləq. Yunanistanın paytaxtı Afinadır. Görək buna uyğun biz nə görürük? Paytaxtı sağ tərəfdə versin. Bakı Azərbaycan götürə bilməzsiniz. Çünki burada Bakı Azərbaycan paytaxtıdır, yerləri dəyişik verilib. Amma B variantını uyğunlaşdıra bilərsiniz ki, Paris Fransanın paytaxtıdır. Birə uyğun gələcək B. Başqa da uyğun gələn baxın, paytaxt olan başqa bir variant olduğuna görə keçirik 2-yə. Müqavimət 10 metr cihazı ilə ölçülür. Baxırıq ki, cərəyan şiddəti ampermetr, termometr, temperatur. Cərəyan şiddəti həqiqətən də ampermetrlə ölçülür, yəni 2-yə C uyğun gəlir, amma temperatur termometrlə ölçülür. Yenə yeri dəyişik verildiyinə görə D-ni götürmürük. 3 də ağac palıd. Palıd ağacın bir növüdür. Kanoe də qayıq növüdür. 3-ə də uyğun gələcək Y.
Belə yoldaşlar, suallarımızı yekunlaşdırdıq. Ümidvaram ki, sizin üçün də yararlı oldu. Növbəti videolarda görüşənədək.